Düşüb aşağı, uşaq qalıb yuxarıda yatıb nəvəsi. Sonra düşüb aşağı, gəlin görüb, yoldaşı görüb pərdə yanır. Qaçıb uşağı gətirməyə. Onunla verdiğimdə görüb tüstünün içində uşağı tapa bilmirmiş. Sonra uşağı götürüb gələndə özü də elə orada yanıb, Nəsranda yıxılıb qalıb. Masallı'nın Qızılağac kəndində fərdi yaşayış evi yanaraq kül olub. Yanğın zamanı baba və nəvə həyatını itirib. Sən o qədər mehriban insan idi, o qədər yaxşı insan idi. Yoldaşın eksi həyatdaymış, heç zad olmayacaqdı onlara. Uşaqdan ötürü ki gedib yuxarı, ondan sonra eləncə yanıb, görüb. Dedilər, ev yanıb, o da girib nəvəsini çıxartmağa, özü də yanıb. Da çıxa bilməyib. Deyirlər, elektriksəndir, maqillərdən. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb. Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Cəmaləddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehmanoğlunun yanmış meyiti aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, faciəvi hadisənin baş verdiyi ev Seyid Mir Həsənağa ocağı kimi tanınır. Hadisə vaxtı həyatını itirən Cəmaləddin Abdullayev Seyid Mir Həsənağanın nəvəsi olub. Hadisə yerinə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər. Faktla bağlı araşdırma aparılır.